Dünyada en çok təbliğ olunan yalanlardan biri budur ki, qadınların xoşu gəlmir ki, yanlarında biraz qeyrətli kişi olsun, möhkəm kişi olsun. Belə deyirlər ki, qadın istəyir ki, kişi zəif olsun, ürək istəyən eləsin. Amma bugünkü gündə alimlər gəlir bu nəticəyə çıxır ki, qadın o zaman xoşlanır həyatdan ki, yanında möhkəm bir kişi görsün. Qərbdə, qərb ölkələrində xristian qadınlar müsəlmanlarla izdivac eləyir və səbəbini soruşanda deyir, çünki qeyrətimi çəkən bir adam görmək istəyirəm yanımda. Hərdən mənə nəyisə qadağan eləyən adam görmək istəyirəm. Mən hiss eləyim yanımda kişi var. Bu qadının daxili ehtiyacıdır. Amma hər şey təbliğat əllərində başqa cür təqdim eləyirlər. Qadının təbiətinə zidd təqdim eləyirlər onun ehtiyaclarını. Bugün belə bir təbliğ var ki, güya qadınların hicabdan xoşu gəlmir. Amma sübut eləyirlər müasir alimlər ki, qadınların daxilində, içəridə dərin qatda ehtiyac var. O məhdudiyyətlərə ehtiyac var.